Hal-hazırda artıq bilirsiniz ki, bütün icbari növlər, icbari əmlak, avtomobilin icbari sığortası və həyatın icbari sığortası icbari sığorta bürosunun portalı üzərindən elektron qaydada həyata keçirilir və heç bir kağız daşıyıcı yoxdur. Və bu da əmək müfəttişliyində müəyyən bir problem yaradırdı ki, konkret olaraq indi baxın, kağız daşıyıcı yoxdur, elektron qaydadadır və müfəttişliyin də ora hər hansı bir belə deyək ki, giriş izni yoxdur və s. və ilaxır. Ona görə də hal-hazırda həmən sistem üzərində dörtlü inteqrasiya var. Necə ki, həyat sığorta şirkətləri həmin bazaya deyək ki, giriş izinləri var, orada hər hansı bir əməliyyat edə bilirlər. Eyni qaydada müştərilər qarşı tərəf olaraq, yəni sığortalılar, İcbari Sığorta Bürosunun özü və ona paralel olaraq artıq əmək müfəttişliyi də giriş izni var deyənə, hər hansısa bir şirkətə gedib onun işçilərinin həyat sığortasını yoxlamağa bir zərurət yaranmır. Artıq o sistemə daxil olaraq, portala daxil olaraq orada istənilən şirkəti yoxlamasını apara bilirlər elektron qaydada ki, bu şirkətin hətta 500 işçisi varsa, onun belə deyək ki, 498-i sığortalıdır, ola bilər insan faktorudur ki, unudub digər 2 nəfəri işə qəbul ediblər, amma həyat sığortasını etməyiblər. Hansı ki, elektron portalda faktik olaraq işçini EGOV-a, yəni əmək müqaviləsi yaradılan zaman maksimum 24 saat ərzində bununla paralel onun həyat sığortası da İcbari Sığorta Bürosunun sistemində işlənilməlidir və sığortalanmalıdır. Əks halda cərimələrə gəlincə, əks halda bəli, cərimə tətbiq oluna bilər. Bu da ki, İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər isə 5000 manat cərimələnirlər. Təbii ki, cərimə mexanizmi də birbaşa əmək müfəttişliyinin şirkətə təqdim etdiyi sənəd əsasında deyil də, birbaşa məhkəmə qərarı ilə təyin olunan cərimələrdir. Ki, vətəndaş da əgər hər hansı bir belə deyək ki, narazıçılığı olarsa və yaxud da belə deyək ki, bir etirazı olarsa, əmək müfəttişliyinə deyil, birbaşa məhkəməyə müraciət etməlidir. Bəli. Təşəkkür edirəm cavabınıza görə. Şəhriyar müəllim, gəlin elə bu məcrada söhbətimizi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Nəzarət Şöbəsinin baş məsləhətçisi, baş əmək müfəttişi Təranə xanım Vəliyeva ilə davam etdirək. Təranə xanım telefon xəttində olmalıdır. Alo, Təranə xanım, eşidirsiniz bizi? Bəli, eşidirəm. Salamlayıram sizi və efirimizə qoşulduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun, mən də sizləri salamlayıram. Təranə xanım, sizə ilk sualım belə olacaq. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu sığorta növü üzrə nəzarət hansı şəkildə həyata keçirilir? Deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi var ki, həmin elektron informasiya sisteminə İcbari Sığorta Bürosunun informasiya sistemindən inteqrasiya edilmiş məlumatlar əsasında işə götürənin işçilərinin sığortalanması statusu müəyyən edilir. Həmin sistem üzərindən həm işə götürənin, həm də həmin işə götürənin neçə işçisinin bədbəxt hadisələrdən icbari sığortasının olmasına nəzarət etmək mümkündür. Əgər işçi qanunvericiliyə uyğun olaraq sığorta təminatına daxil edilməyibsə, bu zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış sosial informasiya sisteminin elektron audit modulu üzərindən həmin işə götürənlər barəsində elektron qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq elektron qaydada icraat başlanılır. Bəs qanunvericilikdə işçinin istehsalatda bədbəxt hadisələrdən sığortasının olmaması ilə bağlı məsuliyyət nəzərdə tutulubmu? Bəli, məsuliyyət nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən fiziki və ya hüquqi şəxslər tərəfindən sığortası ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, yəni həm işçinin, həm də işə götürənin icbari sığorta müqaviləsinin olmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Vəzifəli şəxslər barəsində 1500 manat məbləğində, hüquqi şəxslər barəsində 5000 manat məbləğində cərimə nəzərdə tutulub qanunvericilikdə.
Bəli, təşəkkür eləyirəm. Elə bir qədər əvvəl bizim ekspertimiz də bu barədə məlumat vermişdi. Sizə də çox sağ olun deyirəm və növbəti və sonuncu sualımı ünvanlayacağam sizə Tərənə xanım. Sığorta ödənişi almaq üçün hansı sənədlər lazımdır? Qanunvericilikdə qeyd olunub ki, istehsalatda bədbəxt hadisə haqqında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunmuş akt, yaxud istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı əsasında bədbəxt hadisə öz təsdiqini taparsa, daha sonra Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın, yəni zərər çəkənin işçinin peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərar və ya şəxsin ölümü haqqında şəhadətnamə. Bu sənədlər əsasında işçiyə icbari sığorta müqaviləsinə əsasən ödənişlər həyata keçirilir. Tərənə xanım, təşəkkür edirəm sizə. Bir daha